Rabi Əl-Ənsari, Allah ondan razı olsun, demişdir. Qardaşım oğlu Cəbr Əl-Ənsari ölümcül xəstə olarkən Allah elçisi, ona Allahın salavatı və salamı olsun, onu ziyarət etdi. Cəbrin ailəsi ona görə ağlayırdılar. Cəbr onlara dedi, Allah elçisinə əziyyət verməyin. Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurdu. Onlarla işin olmasın. Nə qədər ki sağsan, qoy ağlasınlar. Ölüm anı gəldikdə isə sakit olsunlar. Onun ailə üzvlərindən bəziləri dedi, biz sənin Allah elçisi, ona Allahın salavatı və salamı olsun ilə cihadda öldürülməyindən əvvəl yatağında ölməyini istəməzdik. Allah elçisi, ona Allahın salavatı və salamı olsun buyurdu. Şəhidlik yalnız cihadda ölmək deyil. Belə olsaydı, ümmətimin şəhidləri az olardı. Həqiqətən bədəni hər hansı bir dəmirlə deşilərək ölmək və taundan ölmək şəhidlikdir. Qarın xəstəliyindən ölmək şəhidlikdir. Doğuş zamanı ölmək bütün qadınlara şəhidlikdir. Yanaraq ölmək şəhidlikdir. Boğularaq ölmək şəhidlikdir. Dağıntı altında qalaraq ölmək şəhidlikdir. Ağciyər iltihabından ölmək şəhidlikdir. Ət-Təbərani Mücəmül Kəbir 4472-ci hədis.